Tak ki, mən Eldəniz müəllimin bilirsən də çox istəyirəm. Tək sən bilmirsən, bunu bilənlər var. Eldəniz də mənim canım cigərimdir. Seyid Allah şahidinin şanı sünnətində yara-yara Bəli, min nəfərin içində heç kimdən oturmalı. Lazım gələndə mən Azərbaycanda deyirəm ki, Eldənizə sözü olan mənlə rəqsa bilirlər. Hər türlüsü. Mən bu sözü buna indi deməmişəm. 8 il bundan qabaqda istəyirsən, gəlin dağdım bura. Mən dağda bilərəm, Arzu. Hesabda da gəlir. Arzu, mən dağda bilərəm. Mənim gücüm çatardır. Amma mən elə insan deyirəm. Mən çalışaram ki, hamımızın arasında mehribançılıq olsun. Çünki siz mənim balalarımsınız. Siz mənim nəvələrimsiniz. Gələcəyimizsiniz. Daha bizim ikimizə 120 yaşımız var. Biz indi kiminlə fəxr eləməliyik, sizlərlə. Çalışın ki, biz sizdən bəhrələnəyik. Biz də sizə qulaq asaq. Nə olsun, bütün dünya mənə qulaq asaq. Mən də sizə qulaq asmaq istəyirəm. Mən axı qalmıram, gedirəm axı. Mənim vaxtım yoxdur, sizin vaxtınız hələ şansınız böyük. Eldəniz mən böyük tərbiyəçidir, böyük pedaqogdur. Mən bunu efirdə deyəcəm, inşallah. Allah qısa gözlürüm də adamı yoraq belə. Efirdə mən çıxıb deyəcəm ki, Gəncə məktəbi, Biz nakolka hazırlayırıq ki, cuvaqlasına. Gəncə musiqi məktəbinin nağara ifaçılarının böyüyü var. Mənim bazam qəlb bölgəsi. Yox, mən onu deməyə biraz biçirəm. Qoy mən deyim. Tələbə demirlər, tələbə deyim, qardaş, mənim bazam, mənlə tələbə istəmsiniz. Mənim bazam qəlb bölgəsində tapşırmışam, vermişəm mən Eldəniz müəllimə. Mən başqa cür deyirəm. Hədə onu orada fırracına ki, Onu bəzəməyəsin. Yazıq kuşbazla söhbət eləmə. Qətiyyən yox. Mən bir kəlmə söz deyirəm. Əvvəli Gəncənin privet deyəcəm. Salamlayacağım. İkincə bir kəlmə söz deyirəm. Tarxın satanlar ki, Ki Gəncə məktəbində məndən də böyük qardaşım var. Onun da tələbələri var. Bir adımızı çəkəcəm. Deyirəm də mən demişəmə gəl. Nağara çalmaq istəyirəm. Çünki onun cinsi poxdur. Poxdu yoxdur. Deyəcəm ki, Gəncədə mənim bir qardaşım var. Bunu efirdə deyəcəm. Balalarımın canısı. Əzə ki, mən kimdən qorxacağım var? Heç kim. Qorxacağım Allah qalır. Məni, ona da hörmətim var. Qorxmaq nedir? Kişi qorxar. Mənim hörmətim var ona, o böyük, ucadır.